Sən bayaq mənə bir söz dedin, çox mənə toxundu. Çünki qardaşın çox pis bir xəstəlikdən... Biraz qərib bizi qorxutdu, mədəsində bir balaca problem yarandı. Bu xərçəng deyil. Qəribə ürəyinə stent qoydular. Stentdən sonra mədəsində bir həftə, 10 gün sonra qanaxma baş verdi. Dünən MRT-də artıq ki, bəlli oldu ki, qərib öz sağlamlığına inşallah daha da yaxşı qovuşacaq. Teli, niyə qardaşdan danışdın, belə kövrəldin? Nəsə olub ki, Teli? Nə olub? Nə oldu oradan? Nəsə bu xəstəlik sən çox belə... Nə olub, dinən can? Sahibə dedim ki... Sahibə dedim, aha. Qardaşdan danışdım, kövrəldim. Sahib keçirən hissi mən çox gözəl başa düşdüm. Mənim də qardaşıma... Mənim də qardaşım elə... Yox. Xəstələnmişdi. Mənim də qardaşıma nəsə səhv demişdilər. O mənim... O qardaşım çox sakitdi. Sağdır mı? Əlbəttə. Allah ona can sağlığı versin. Allah onun sənin başını üstünə sikirəməsin. Əhliman Əmr Aslanova çox təşəkkür. Əhliman doktorun adını eşitmişəm, var olsun. O dedi ki, Tülük, mən nə qədər danışıb külənəm, mən o qədər körəyəm. Əsasən də o qardaşıma görə çox pis olmuşdum. Pis nəsə demişdilər. Mən onu birbaşa yığdım. Dedim ki, bəs belə dedi ki, Tilli, niyə sən bu qədər ağlayırsan? Gəlsin sabah mənim yanıma. Salfetka verin mənə, telefonla öyrənməsin. Sabah dedim, mənim yanıma gəlsin. O qardaşımı lap çox istəyirəm, aşıqdır. Çünki o qədər sakitdir. Kərmiyə xan deyil mi? Efir vasitəsilə salamlayıq. Çox gözəl bir sənətkardır, azman sənətkar. Sahibi elə dedin. Can, sən ürəyivə qurban ol. Mən ay qız, eləmə belə. Mən çox istəyirəm Tellini, bu ürəyinə görə. Bax, Tolik, heç kimin qardaşına, bacısına, atasına, anasına heç nə olmasın. Amin. Amma mən o qardaşımı böyümüz laf çox istəyirəm. Bilirsən niyə, Tolik? Mənim o birisi qardaşlarım biraz dəli doludur. Amma mən bu qardaşım həddindən çox heç bir qarışqanı da ayıqlamır ki, bütün aşıqlar tanıyır ki, onu incidərəm.